Ölkənin karbamidi olan tələbatı bu məkandan təmin edilir. Dünyada karbamid zavodları arasında qabaqcıl yerlərdən birini tutmuşuq. Mühəndis zavodla nəfəs alır. Biz zavod necə işləyirsə, biz də o cür nəfəs alırıq. Azərbaycanın karbamidi olan tələbatı məhz burada, Sokarın karbamid zavodu tərəfindən həyata keçirilir. Onu da qeyd edeyim ki, zavod təxminən 40 hektara yaxın ərazini əhatə edir. Zavodun ərazisini gəzib fəaliyyəti ilə yaxından tanış olacağıq. Əvvəlcə təhlükəsizliyimiz üçün fərdi mühafizə vasitələrimizi geyinirik. İşin gedişatından ətraflı məlumat əldə etmək üçün mühəndis, eyni zamanda vaxtı ilə oğlu da burada çalışmış, şəhid atası Nərman Əliyevlə həmsöhbət oluruq. Texniki istehsalat şöbəsində mühəndis olaraq, yəni şöbə olaraq bizim vəzifəmiz ilk növbədə zavodda gedən texnoloji proseslərə nəzarəti artırmaq, məhsul istehsalını, hesabatları aparmaq və lazımi formada sənədləşdirməklə baş idarəyə və müdiriyyətə onu vaxtında çatdırmaq əsas məsələ budur. Bu günə qədər biz 25.600 ton karbamid istehsal eləmişik. İlin əvvəlindən isə bu 454.800 ton civarında ilin əvvəlindən də məhsul istehsal edilir. Bunların hamısı bu son texnologiyaların, nailiyyətlərin məcmudur. Mühəndis zavodla nəfəs alır. Biz zavod necə işləyirsə, biz də o cür nəfəs alırıq. Mən belə, təcrübəmdə belə görmüşəm. İlk növbədə keçən günün proses necə olub, hansı göstəricilərə nail olunub, bunlar araşdırılır və ümumi bir sənəd formasına salınır. İlk əvvəl və baş idarəyə, müdiriyyətə, lazımi yerlərə göndərilir bu sənədlər, sənəd formada. Bundan sonra isə sahələrdə oluruq, yəni prosesə nəzarəti, yəni necə keçib, trendlərə baxırıq, iş prosesi necədir, kimyəvi maddələrin sərfiyyatı necədir, onlar çatır, çatmır, bütün bu sənədlər yenidən yoxlanılır hər gün. Zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xam mal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni karbamidin tərkibində heç bir xarici komponent yoxdur. Burada mərkəzi idarəetmə binası da fəaliyyət göstərir ki, zavoddakı bütün proseslər həmin otaqdan idarə olunur və sahəyə göstərişlər operatorlar vasitəsilə buradan gedir. Nərman Əliyev isə rəqəmsallaşmanın bu sahəyə gətirdiyi yeniliklərdən ətraflı söz açır. Yüksək səviyyədə rəqəmsallaşma və deməli, avtomatika, bunlar bir digərinə vəhdət təşkil edir. Bunların istehsalata tətbiqi bizə deməli, o nailiyyəti verir ki, həqiqətən məhsul istehsalında qabağa gedirsən, texnoloji proseslərin optimal rejim şəraitində aparılmasını təmin edirsən, dayanmaların qarşısını alırsan, enerji itkilərinin qarşısını alırsan, xam mala belə deyək, qənaətlə istifadə edirsən. Bunların hamısı kimya sənayesi üçün böyük nailiyyət deməkdir. Hazırda bu müəssisə həm daxili bazarın tələbatını ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70%-ni ixrac edir. Sokarın karbamid zavodu istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Bugün də sözü gedən sahədə aparıcı və qabaqcıl müəssisələrdən biri olmağa davam edir. Gülçin Cəmil, Mircavid Eminoğlu, Report AZ.